Həzrət Əbəlfəzl Abbas əleyhissalam anası Həzrət Zəhra salamullah əleyhanın məzarı başında. Günlərin birində qürub çağı Həzrət Əbəlfəzl Abbas əleyhissalamdan başqa İmam Əli əleyhissalamın bütün ailə üzvlərinin hamısı evdə idi. Yavaş-yavaş hava qaralırdı. O zamanlar Həzrət Əbəlfəzl Abbas əleyhissalam təqribən 10-12 yaşlarında olardı. Vaxt keçsə də ondan bir xəbər çıxmadı. Həmin dövr Osmanın hakimiyyətinin son illərinə təsadüf edirdi. Osmanın evi mühasirədə idi və onu mühasirədən çıxarmaq bəhanəsi ilə hiləgər Muaviyyə lənətullah Mədinəyə tərəf qoşun göndərmişdi. Şəhərdə narahatlıq hökm sürürdü. Həzrət Əbəlfəzl Abbas əleyhissalamın evə dönməməsindən İmam Əli əleyhissalamın ailə üzvləri fikrə gedib nigaran idilər. İmam Əli əleyhissalam İmam Hüseyn əleyhissalamı çağıraraq buyurdu: "Gəl gedib qardaşını tapaq." İmam Əli əleyhissalam hər gecə olduğu kimi yetimlərin payı olan çörək və xurma dolu kisəni çiyninə aldı. Mədinənin qaranlıq küçələrində yola düşdülər. Yükü paylayıb qurtardıqdan sonra Bəqi qəbristanlığına üst tutdular. Çox keçməmiş Xanım Zəhra salamullah əleyhanın məzarı başına çatdıqda Həzrət Əbəlfəzl Abbas əleyhissalamın orada ziyarət etdiyini gördülər. Həzrət Əbəlfəzl Abbas əleyhissalam ayağa qalxdıqda atası ilə qardaşını başı üstə gördü. İmam Əli əleyhissalam ondan bura niyə tənha gəldiyini soruşduqda dedi: "Mən bəzi gecələr İmam Həsənin, İmam Hüseynin, Xanım Zeynəbin, Ümmü Gülsümün və əmim Əqilin birlikdə bura gəldiyini müşahidə etmişəm. Mən də sizinlə birlikdə anam Zəhranın məzarı üstə gəlmək istəyirdim. Lakin xanım Zəhra mənim də anamdır deməyə xəcalət çəkirdim." Ağlamağa başlayan Həzrət Əbəlfəzl Abbas əleyhissalam sözünə davam edə bilməyib özünü atasının qucağına sıxdı. Bu zaman bir nida ucaldı: "Əli can, övladım Abbası sənə tapşırıram." 5-ci fəsil. Həzrət Əbəlfəzl Abbas əleyhissalam atasının xilafəti dövründə Hicri qəməri tarixi ilə 35-40-cı illər. Məlum olduğu kimi inqilabçılar Osman İbn Əfvanın evini bir müddət mühasirədə saxladıqdan sonra öz məqsədlərinə çataraq onu qətlə yetirdilər. Aralarında mühacir və ənsardan olan digər bir dəstə İmam Əli əleyhissalamın evinə hücum edərək onu xəlifə seçmək istəyirdi. Həzrət Əli əleyhissalam evinə hücum çəkən həmin dəstəni Nəhcül Bəlağədə belə vəsf edir: "Sarvan susuz dəvənin ipini buraxdıqda dəvə suya hücum çəkdiyi kimi onlar da mənə hücum çəkdilər." Həzrət Əli əleyhissalam onların istəklərinin cavabında buyurdu: "Mənim bu işdə sizin hakiminiz yerinə vəziriniz olmağım daha yaxşıdır. Məndən əl çəkin və başqasının yaxasından yapışın. Bizim seçdiyimiz işin xüsusiyyəti tamamilə fərqlidir. Nə ağıllar onu qəbul etməyə hazırdır, nə də qəlblərin buna tab gətirməyə taqəti var." İmam Əli əleyhissalam xilafəti qəbul etmək istəməsə də, cəmaat əl çəkməyib dedi: "Sizə bəyyət etməyincə əl çəkən deyilik." Həzrət Əli əleyhissalam cəmaatın israrını gördükdə buyurdu: "İndi ki məsələ belədir, istəyinizi bu şərtlə qəbul edirəm ki, öz bildiyim kimi əməl edəcəyəm." Hamı Həzrətin bu sözündən razı qaldı. İmam Əli əleyhissalam buyurdu: "Onda beyyət mərasimi gərək məsciddə baş tutsun. Çünki mənimlə beyyət gizlində deyil, aşkarda və bütün cəmaatın razılığı ilə həyata keçməlidir." Həmin gün ya səhəri gün İmam Əli əleyhissalam cəmaatın önündə məscidə gedərək onlara xütbə söylədi. Beləliklə, mühacir və ənsardan olanlar o həzrətlə beyyət etdilər. Bundan sonra digər dəstələr də onlara qoşuldular. Təlhə və Zübeyir İmam Əli əleyhissalama beyyət edən ilk şəxslər idi. Bundan sonra Həzrət Əbəlfəzl Abbas əleyhissalamın məsuliyyəti daha da ağırlaşır.
atasına xilafət işlərində kömək etməkdən əlavə, bir an olsun belə at minmək, ox atmaq, qılınc çalmaq və hərbi hazırlığından geri qalmırdı. Həzrət Əli əleyhissalamın xilafətə gəlməmişdən qabaqki illər Həzrət Əbəlfəzl Abbas əleyhissalamın mənəvi, elmi və nəzəri işlərlə məşğul olması üçün ən yaxşı dövr idi. Həmin müddətdə Həzrət Əbəlfəzl Abbas əleyhissalam Qur'an-ı Məcidi kamil şəkildə əzbərləmişdi. Artıq növbə döyüş meydanında qəhrəmanlıq göstərməyə çatmışdı. Siffeyn döyüşündə Həzrət Əbəlfəzl Abbas əleyhissalamın qəhrəmanlığı. Bəzi rəvayətlərə əsasən Cəməl döyüşündə Həzrət Əbəlfəzl Abbas əleyhissalam meydana getməyə icazə ala bilmədi. Amma Siffeyndə hamı Həzrət Əbəlfəzl Abbas əleyhissalamın heybətini, şücaətini və qeyrətini gördü. Siffeyn döyüşü gedən günlərin birində orduda olanlar üzü niqablı bir nəfərin düşmən dəstəsindən çoxlu döyüşçünü məğlub etdikdən sonra belə döyüşmək üçün meydana şücaətli olan birini çağırdığını gördülər. Muaviyyə lənətullah ərəbin böyük döyüşçülərindən olan İbn Şəşəni onunla vuruşmağa göndərərkən Şəşə dedi: "Mənim hərbi gücüm 10 minlərlə döyüşçüyə bərabərdir. Məni necə də sadə mübarizəyə göndərirsən? Mənim 7 oğlum var. Onlardan biri bu süvarinin işini bitirə bilər." Oğlanlarından biri meydana yollandı. Çox çəkmədən həmin oğlu öldürüldü. Beləliklə Şəşə 6 oğlunu bir-bir meydana göndərdi və onların hamısı həmin süvari tərəfindən öldürüldü. Əlacsız qalaraq özü bu tanınmayan atlı ilə döyüşmək üçün meydana çıxıb fəryad etdi: "Ey cavan, bütün oğlanlarımı öldürdün. Allaha and olsun, ata-ananı matəmə qərq edəcəyəm." Qarşılıqlı döyüş başlandı. Qılıncların qığılcımı səmaya ucalırdı. Toz torpaq ətrafı bürümüşdü. Birdən səs kəsildi və toz torpaq çəkilməyə başladı. Hamı İbn Şəşənin öz qanına bulaşmış halda yerdə sərildiyini gördü. Hamı bu atlının şücaətindən təəccübdə idi. Həzrət Əli əleyhissalamın onu yanına çağıraraq üzündəki niqabı açdığını gördülər. Bu zaman Bəni Haşimin ayı görsənməyə başladı. İmam Əli əleyhissalam Həzrət Əbəlfəzl Abbas əleyhissalamın alnından öpərək ona əhsən dedi. Ətrafdakılar bu cavanın Həzrət Əli əleyhissalamın şücaətli oğlu Həzrət Əbəlfəzl Abbas əleyhissalamdan başqa birisi olmadığını anladılar. Həzrət Əbəlfəzl Abbas əleyhissalam İmam Əli əleyhissalamın xilafəti dövründə bir ordu sərkərdəsi olmasından əlavə, bütün işlərdə atasının əmrindən bir an olsun qəflət etmirdi. Nəhayət, hicrətin 40-cı ili Ramazan ayının 21-də ömrünün ən kədərli anlarını yaşadı. Bu, əziz atası İmam Əli əleyhissalamın şəhadətə çatması idi. Həzrət Əli əleyhissalamın şəhadətə çatması və Həzrət Əbəlfəzl Abbas əleyhissalamın çətin anları. Lənətullah Əbdürrəhman ibn Mulcəm Muradi, Bərək ibn Abdullah Təmimi, Əmir ibn Əbu Bəkir Təmimi hər üçü xəvaricin ifratçılarından idi. Rəhbərlərini öldürmək qərarına gəldilər. İbn Mulcəm lənətullah dedi: "Əlini öldürməyi mənim öhdəmə qoyun." Bərək ibn Abdullah dedi: "Mən Muaviyyəni öldürərəm." Əmir ibn Bəkir dedi: "Mən də Əmir ibn Ası öldürərəm." Hər üçü bir-biri ilə öz işlərində süslük etməyəcəklərinə, ya öldürəcək, ya da öldürüləcəklərinə dair əhd bağladılar. Bu işi həyata keçirmək üçün qılınclarını zəhərə bulaşdırdılar. Gün olaraq Ramazan ayının 19-cu gecəsini seçdilər. İbn Mulcəm lənətullah Kufəyə gəlib dostları Şəbib, Vərdan və Əşəs ibn Qeysi gördü. Onların arasında Əxzər Təmiminin Qətam adlı bir qızı da var idi. Qətamın atası və qardaşı Nəhravan döyüşündə öldürülmüşdülər. Özü isə çox gözəl simalı idi. İbn Mulcəm ona elçi düşdü. Qətam İbn Mulcəmlə evlənmək üçün 3 şərt irəli sürdü. 1. 3000 dirhəm. 2. Bir qulam və bir kəniz.
3. Əli əleyhissalamın qətlə yetirilməsi. Sözünün sonunda isə dedi: əgər Əlini öldürsən, özünə və mənə şəfa vermiş olarsan və yanımda həyatdan zövq alacaqsın. Hicri 40-cı il Ramazan ayının 19-cu gecəsi Lənətullah İbn Mülcəm Muradi Kufə şəhərinə gəldi. Sübh vaxtı İmam Əli əleyhissalam mehrabda namaz qılarkən Ənbiya surəsinin 11-ci ayəsini bitirdikdən sonra İbn Mülcəm lənətullah arxadan o həzrəti qılıncla başından yaraladı. Zərbə anında İmam Əli əleyhissalam belə nida etdi: and olsun Kəbənin Rəbbinə, nicat tapdım. Həmin gecə Bərək ibn Abdullah Təmimi Muaviyyəni vurmaq üçün pusquda idi. Muaviyyə sübh namazı üçün gəldikdə qılıncla ona hücum çəkdi. Amma qılınc Muaviyyənin ayağına dəydi. Onu həbs etdikdə dedi: mənim sənə bir xəbərim var. Əgər desəm, xoşxal olacaqsan. Muaviyyə lənətullah soruşdu: bu mənim xeyrimədir? Dedi: bəli, mənim dostlarımdan biri bu vaxt Əlini öldürdü. Muaviyyə soruşdu: hardan bilirsən? Bəlkə bacarmayıb? Dedi: çünki Əli mühafizəsiz gəzir. Muaviyyə onu öldürməyə əmr etdi. Sonra özünün müalicəsi üçün həkimi Saidini çağırtdırdı. Saidi ona dedi: iki yoldan birini seç. Ya dəmiri qızdırıb yaraya basım, ya da sənə bir şərbət verəcəyim ki, içdikdən sonra sonsuz olacaqsın. Amma bununla şəfa tapacaqsın. Çünki zərbə aldığın qılınc zəhərli olub. Muaviyyə dedi: mən odun istisinə tab gətirmərəm, amma nəslin kəsilməsində bir problem yoxdur. Gözlərim Yezid və Abdullahla işıqlanıb. Həkim ona dediyi şərbəti içirtdi. Muaviyyə lənətullah bunun nəticəsində sağaldı. Həkim onu sağaldana kimi müalicəyə davam etdi. Amma ondan sonra Muaviyyə övlad sahibi ola bilmədi. Əmir İbn Bəkir də Əmir As'ı öldürmək üçün pusquda idi. Əmir As həmin gecə qarın ağrısından əziyyət çəkdiyi üçün evdən çölə çıxmadı. O, Bəni Amir qəbiləsindən olan mühafizəçilərinin rəisi Xəricət İbn Xudafəyə pişnamaz olmaq üçün göstəriş verdi. O, məscidə gəldikdə Əmir İbn Bəkir onun Əmir As olduğunu zənn edərək hücuma keçdi. Vurduğu zərbə ilə onu öldürdü. Camaat Əmir İbn Bəkiri həbs edib Əmir As'ın yanına gətirdi. Əmir İbn Bəkir kimi öldürdüyünü soruşdu. Dedilər: Xaricət İbn Xudafəni öldürmüsən. Dedi: ey Əmir İbn As, ey fasik, Allaha and olsun, sən olduğunu güman etdim. Əmir İbn As dedi: sən məni öldürmək istəyirdin, amma Allahın istəyi Xudafə idi. Əmir İbn As onu öldürdü. Əbülfərəc İsfahani Məqatilü Talibində və İbn Əbdülbir Əl-İstiabda öz sənədinə əsasən kiçik fərqlə nəql edirlər. İmam Əli əleyhissalam qılınc zərbəsi aldığı gün Kufənin həkimləri onun başı üzərinə toplaşdılar. Onlardan heç biri Əcir İbn Əmir İbn Hani Səkunidən daha məharətli deyildi. O, yara müalicəsi sahəsində mütəxəssis idi. Əsir İmam Əli əleyhissalamın başındakı yaraya baxdıqda, qoyun ciyərini yaranın üstünə qoydu. Ciyər qanı özünə çəkdikdə, Həzrətin yarasındakı ağ ləkələri müşahidə edib dedi: ey əmirəl-müminin, vəsiyyətini et. Bu Allah düşməninin zərbəsi çox dərinə və sənin beyninə sirayət edib. Həkimlər ümidi kəsdikdə İmam Əli əleyhissalamın qızı Ümmü Gülsüm salamullah aleyha şiddətlə ağlamağa başladı. İmam Əli əleyhissalam qızlarına xitabən buyurdu: mənim gördüyümü sən də görsən, ağlamazsan. Ümmü Gülsüm salamullah aleyha dedi: ata, nə görürsən? İmam Əli əleyhissalam buyurdu: qızım, mələklərin səmadan endiyini görürəm. Peyğəmbərlər və əmim oğlu Həzrət Muhammed mənə deyir: Əli can, şad ol, gəldiyin yer olduğun yerdən çox yaxşıdır.